Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Mənşət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, küçələr, yolları boşdu. Kənd havası, təmiz insanlara xoşdu. Balam kənd havası, sizi hörmətlə salamlar. Qəşəng hava var. Belə. Bu gündə qapıları kraskalayım. Fırça. Fırçanın axırıncı da Məmməd ağaya vermişəm. Gedim ondan alım gətirim. Harasın? Hardan başlayayım? Qasım. Ay Qasım. Nə olub düz keçirsən? Nə olub düz keçirsən? Hə? Arada fikirləşirəm ki, bu qonşuya salam vermirsə, yəqin ya küsülüdür, ya da ki, nəsə bir problemi var. Sən mənim canım, məndən küsü biləməmsən. Yox, yekə kişisən, mən səndən nöş küsüm ya, ayıbdır. Dedim də, bəlkə axırıncı dəfə sənin ərtdən mars elədin. Ona görə incimisən, xətrüvə dəymişən. Yox, sən də belə interesli adamsan, ay kəramət. Sən üçün bu nətdən başqa dünyada heç nə yoxdur. Nət təmiz səni bədbəxt eləyib. Bir başını qaldır, gör bir sağdan solda nə var, nə yox. Sağdan? O mənada yox, yəni gör həyatda nə var, nə yoxdur da. İndi həyatdan deyəndə ki, nə olub da, sən nə belə fikirlisən, yenə kimin dərdini çəkirsən? Bu şey yoxdur, sarımsaq satan. Dadaş? Ay sağ ol, dadaş naxoş deyib, azarlayıb da. Həkimlər deyir ki, əməliyyat olunmasa çətin yaşayar. Yetim. Heç bu dünyada düzəməlli yaşamadır. İndi də xəstələnən həkimlər deyir ki, belə getsə yaşamayacaq. Nə əcəb əməliyyat olunmur? Nə əcəb əməliyyat olunmur? Ki, pul lazımdır da. Nə qədər? Küllü miqdarda. Son zamanlar bu sözü yaman eşidirəm. Küllü miqdarda, bu küllü miqdarda nə qədər də? Mən nə bilim, nə qədər deyil. Həkimlər elə deyib, deyim küllü miqdarda pul lazımdır. Sən də söhbət eləməyə adam axtarsan. Yazıq dadaş, dadaş. Bildin dans dadaş da, sarımsaq satan dadaş. Sarımsaq. Ay sarımsaq. Yəni, onun fikri öldürəcək məni. Dadaşı bildi mi? Bu küllü miqdarda nə deyir? İndi yığmışdım oranı, nə axtarırsan orada, nə axtarırsan? Deməli, o dar günümüz üçün pul qoymuşduq, Hə. O haradadır? Bu, deyil, burada sirməyə qoymuşam, nədir ki? Ora niyə qoymuşsun? Yerini dəyişmişəm də, o eşitmişəm deyirlər ki, evdə dəyərli, qiymətli əşyalarımızın gündə yerini dəyişin, mən də hərdən dəyişib bir yerə qoyuram, nə olub ki? Hə, heç nə, bu qonşumuz yoxdur, dadaş. Hə. O əməliyyat olmalıdır, ona elə bir şey, əməliyyat üçün pul lazımdır. Hə, dedim, aparıb verərdim ona da, belki kömək edir. Xeyr, elə şey yoxdur. Mən evimin ruzusunu dadaşa verən deyiləm. O bizim elə qara gün üçün saxladığımız puldur. O pulu mənə qardaşım Qəmbər verib. Eşitdiyin Qasım, verməyəcəm. Bildim, pul orada qalana gedər, aparım verim əməliyyat olunsun, solub götürüm qoyar orada yerinə də. Niyə? O həmin dadaş deyil, yadıma gəlir, xurma sezonunda gəldi bizim xurmalarımızı pislədiyi ki, bunların xurması yaxşı xurma deyil. Xurmamız həmin il qaldı əlimizdə, heç kim bizdən almadı, yadıma gəlir, həmən dadaşdı da, indi nə oldu? Bildim də, indi mən təzdən ona yaxşılıq eləyim, o utansın. Lazım deyil. Mənim evimin ruzusu ilə dadaşı utandırmaq lazım deyil. O mənim elə dar gün üçün saxladığım puldu verəndə deyiləm, heç özümü yorma Qasım. Vermirsən indi? Yox. Vermirsən? Yox. Nə olar? Nə olar? Dadaş.
Dadaşın canından qəpik çıxmaz, bizə pul lazım olsa. Amma biz evimizin son qəpiyinə qədər aparıb dadaşa verməliyik. Xəstəymiş. Balaları baxsınlar, mən niyə baxmalıyam dadaşa? Bilməmişdim. Mənim qardaşım pul verəcək, aparıb verəcəm dadaşa. Mənim qardaşım da mənim balam üçün verir, dadaş üçün. Ay Qasım, pismisən məndən? Niyə qaş-qabağlısan? Ay Qasım, mən sənin əlindən pul yığa bilmərəm. Elə ki, əlimizə 500 manat gəlir, gedirsən kiməsə yaxşılıq edirsən. İndi o pul da qardaşım verib, uşağımız böyük uşaqdır. Sabah biri gün nişan eləyəsiniz, bir nişan üzüyü almağa əlinizdə pulunuz olsun. Niyə dağıdırsan pulumuzu? Bildim də, indi dəqiqədən bir qardaşı soxma da mənim gözümə də. Heç lazım da deyil. Lazım deyil. Vəssalam. Ya ayıb oldu. Mən kişiyə indi söz verdiyim, o da xəstə yatağındadır. Nə deyim, deyim ki, arvad mənə pul vermir. Nətər deyim? Təbə, sən cəmaata niyə söz verirsən? Göy yaxşılıq eləmək istəyirsən. Bu yaxşılıqdır. Öz boğazından kəs, ailəvi ac qoy, apar kimisə dolandır, kiməsə yaxşılıq elə. O yaxşılıq sayılır, ay Qasım. Nə var ki burada? Çıx kəndə, bir dənə hay vur ki, filan kəs xəstədir, hərə 5 manatdan, 3 manatdan verəcək, yığıb verəsən də. Nə olub ki? Biz də əlimizdən 100 manat gəlir, 100 manat da biz verərik. Bildim, çətdə adam qalıb, hamı köçüb gedib şəhərə. Gedim qapı-qapı gidib pul dilərim mən. Bu kişinin ömründən gedir, ölüm yatağındadır. Qapı-qapı niyə düşürsən? Sən də hansı zamanında yaşayırsan? Get banka bir dənə kart açdır. Hamıya bir-bir zəng ver, kartın nömrəsində bir-bir kart atsınlar, yığılacaqdan axşama qədər. Yaxşı ideyadır, sağ ol Qəmər. Buyur. 100 manat da biz kömək eləyərik. Bizim də əlimizdən gələn odur, nağaraq. Ömür billah ona buna kömək elədi, bizim boğazımızdan kəsdi də. Yığılsın, tək pul yığılsın, bu mənim pulumu aparmasın. Kırmızı var aga. Vay, aldın, mübarəkdir, mübarəkdir. Deyirəm, ölmədim. Bugün də gördüm, mən də adıma artıq şəxsi kartım var. Nədir, növbə var idi, gec gəldi, yaman. Yox, bu iki ayağını bir başmağa dirək ki, mənim də kartım olmalıdır. Bu boyda oğlan oturub bankın qabağında bir saat ağlayıb. Gildir gözündən yaş gəlirdi. Sən də gərək bir saat ağladıb sonra alardın. İlə evveldən alardın, ağlamazdın. Qadan qalıb. Nəysə, əsas odur ki, kartımız oldu. Hə. Bu karta yığılan pullar da kəndimizdə ancaq bu xeyriyyə məsələləri üçün xərclənəcək. Kartın da adını qoyuram, xeyir-şər kartı. Xeyir-şər kartı. Bəli. Qasım, bir dənə ona sevinirəm ki, day qapı-qapı düşməyəsən. Da kartın var, atacaqlar, sən də oturasan evində. Kart yaxşı şeydir. İndi texnikum dövrüdür. Evet, ana, texnikum yox, universitet. Texnolog dövrüdür. Hə, də ondan. Ümumiyyətlə, elə bir zamanə deyəm Bəli. ki, insanın gərək hər şeydən başı çıxsın. Hə. Baş kəssən mən. 5 dəqiqədir kart almışam, düzdür? Hələ istəyir keçməyib. Mən bunun 16 dənə rəqəmini əzbərləmişəm. Doğrudan. Görsən nətər istedadlı oğlum var. Maşallah, istedadlıdır, hə, o əzbərliyib. Amma neçə ildir mən buna baş sala bilmirəm ki, bunun yaddaşı elə orada inkişaf eləməyib ki, mənim hələ də atamın, atasının, babasının adını mən buna öyrədə bilmirəm. O kişinin adı Şakirdir, amma bu deyir Bağırdır. Bağırdı da. Kim Bağırdı az? Heç kim bağırmadı. Sənin atamın, atasının, babasının adı Bağırdı. Az yox, mənim atamın, atasının, babasının adı Şakirdir. Şakir onun oğludur, o öz adı Bağırdı. Və onda Şakir kimdir? Şakir də atamın atasıdır, amma atamın atasının babası Bağırdı. Bildim, başım itdi, Bağırı Şakir. Nəysə, mən gedib bu karta pul atmalıyım, mən gedim. Heç də, yaxşı. Mən deyirəm, neçə illərdir onun adı Qəzəbdir, Qəzəb. Mən də Qəzəb baba deyirəm həmişə ona. Bizə lazımdır onun atasının, anasının babası. Biz babamızı güclə tanıyırıq. Ay sağ ol qardaş, bəli.
Bəli, insanlıq ölməyib ki. Bəli. İndi bizim də əlimizdən yaxşılıq gəlməkdir də. İndi birdən ikidən nə atarsan da yığılıb çoxlu pul eləyər. At, bir sən attığım kartı at. At. Aysə öpürəm. Atır. Deyir atıram, gör gəldi. Görsən Qasım, pul yaxşı adamın əlindədir. Bəli. Sağ olsun. Sağ ol. Nə qədər? 1 manat. Hə? 1 manat. Elə bircə manat. Şimdi mən ona 1 manatı söz gəlişi dedim. O da 1 manat attı. 2 manatı kontrum dedi be. Bir sərin 10 manat atardın da. Ne deyən görün bu Lətifə yığım. Lətif yaxşı adamdır. Yığ. Şimdi əməliyyatdır da ay başva dönüm. Mən də indi ərk elədim ki bu dostdan, tanışdan, qohumlara yığım, köməklik eləsinlər. Çox sağ ol. Öpürəm. Bu yaxşılığın heç vaxt unudulmaz. Atır. Deyir ki, yoldayam amma kartımda nə var, hamısını atacağım sənə görə. Görsən mənim hörmətimi? Hə, sağ olsun. Sağ Hörməti artıq olsun. Gəldi bala. Gəldi. Nə qədər atdı? Oo. 40 qəpik. Nə elə? 40 qəpik. Gördüm Qasım. Gördüm sənin hörmətini. Ağırlığa bax bir dənə buna. Yox, indi o bəlkə anlaşılmamaz, Nətər? anlaşılmamazdır. Yox, elə də yüklənmə özünü. 40 qəpik. Bildim. Orada nə mamazlıq var, nə damazlıq var. Elə görüb görəcəyi nə olacaq. Xəsisdir, canlarından pul çıxmır, qutardı getdi. Bunun hörməti zad yox imiş ki. Qoy mən öz dost-tanışlarımı xotlayım da, Qəmər. Hə? Nə deyirsən? Bilmirəm Qasım, nə bilirsən elə. Bu şunuru çıxır deyəsən, söndü bu. Söndür. Təzdən çıxar. Onun ortası boşluq var da, onu bir dənə yürü var şeylə. Çıxart onu, onu çıxart. İşdə onu. Mənə bir şey eləyirəm. Ay, indi tax. Ona buna pul yığmaqdansa bir o puldan bir üst-üstə qoy özünə bir təzə telefon al dana. Zulüm çəkirsən hər dəfə. Gülmə. Gözə dost tanışımı yığın. Ay Qasım, bir səbrin olsun da. Bəlkə elə yığılacaq xırda-xırda, nə olub ki? Bir xəbər elə hamıya bir-bir atsınlar da. Kartla enerji ötürmək olmur da Qəmərdə. Elə hamı telefonda yığır, Allah şəfa versin deyir, ad boy verir. Yox, gedib dəymək lazımdır, görmək lazımdır. Çox tələsirsən, Qasım, çox tələsirsən. Bir səbirli ol, yığılacaq da. Şimdi mən tələsmirəm, o xəstə tələsir. Bəlkə öləcək. Gedim görüşüm, danışım, üzböz istəyim də, üz-üzdən utanar. Bax Qasım, qapı-qapı düşürsən, hamı üçün əl-ayaq eləyirsən, amma axırda bir sağ ol deyən olmayacaq. Şimdi mən o yaxşılığı kiməsə xoş gəlmək üçün eləmirəm. Yaxşılıq elədiyin adam üçün deyil, yaradan üçündür. O yaxşılığı eləyirsən, sonra həmən yaxşılıq çıxır adamın qabağına. Sən qardaşın verən pulu versiydin, bilərdin yaxşılıq nə olan şeydir. Hərrəni furan vaxırda sözü mənə vurursan da, bilirdim elə çalaq mənim başımda partlayacaq. Söz vermirəm, mən səndən umurdum. Amma baxıram ki, səndən ummaq lazım deyilmiş. Umma da Qasım, umma. Sən hamını fikirləşsən, mən amma birinci balamızı fikirləşirəm. Birinci növbədə mənim balam, ondan sonra hamı. Mənim balam elə deyirsən, mənim balam deyil o. Onda fikirləş də balamı. Çayın da soydu burada, içmədin. Kəndin dərdi bu kişini, bu kişinin də dərdi məni öldürəcək. Qasım. Yaxşı, biz yavaşca... Sən canın Qəmər, o suyu gətirib atıb, mənim işlərimi xarab eləmə. Haçan su atırsa mənim işimi alınmır. Mən suyu sənin dalınca atmağa gətirməmişəm, dərmanım var, onu içirəm. Valla, bir gün anon məngəyini demir, bala, gəl biz getdik. Gəl getdik. Mərzi tırsa. Ay. Hayır.
Gəlirəm, var yandayım. Gör nə deyirəm. Sən belə də razılaşan gördün. Nə oldu bala birdən-birə sağ? Ha? Ay ana, indi iz itirirəm mən ha, iz itirirəm. Bakıya çatdıq ara, dədəmdən qırılacağım. Mənim burada başqa işim var. Ay bala, sənin nə işin var Bakıda? Gəl otur qəşənglərlə evdə. Sağ bir qəşəng dürmək düzəldim. Başdır yedən ha? Hay? Dürmək. Qəşəng. Ay, yox. Sən də məni dədəmlə durmanın arasına qoymadan sonra məndən incəyəcək. İnci verməz, dədən onsuz da öyrəncərdi. Hətta 8, mən 9 başladı. Deyirən ki, dədə həmişə tək getmirsən, yenə çıx get. Durmaq deyirsən. Hə, qəşəng. 2 dənə düzəldəcəm. 2 dürmək. Hay? Hə. Yox. Sonra deyəcək ki, mən tək qoydum. Mənə bax, yalandan mənə burada dədəyi bəhanə eləmə. Sən 100% ora qaynatavı görməyə gedirsən. Mən bu dəqiqə sağ nə desəm buradan alıb buradan verəsən. Ona görə yeri get. Ay qoşqa. Gəldim. Bu söhbət tutduran məni bu. Ana imkan bir dənə. Dədəm tək qalıb. Dədəm tək qalıb. Mənim burada dədəm var. Yaxşı, mənə də oynama. Salamat get. Ay, dədəm gəl. Bu hələ evlənməyib indidən belə deyə. Bu evlənsə bizi satacaq qaynatasına. Sağ-salamat gəlin. Şunu dəyişdirməyik. Mən sevim, sən sevməyə, qoy belə olsun. Sənə sev deməyə nə cürətim var. Ürək özü Qayısı. Yol gəlmişik. Bala gəl girək içəri 5-10 dəqiqə dincələk, çay içək gedərik. Bir dəqiqə gözlə. Nə gözləyim? Dədəm vaya. Adam bura iş çayxana deyəmir. Bura bildiğin restoran deyir, restoran. Adam deyirəm, Adaş müəllimin qızını ala, elə gələ burada hərisini, nişanını, toyunu zadını, hamısını burada eləyək. Gül kimi yerdir. Yoxsa bizim kətdəki çayxana. İçəri girirsən, adam çaylarla gəlir. İçəri tüstü, duman. Elə bir panika tüstü bırakırlar ki, qutquş qırılsın. Gəl içəri. Gəl gir içəri bala. O bəyənmədiyin çayxanada böyüyüm səni. İndi ora rayon yeri, kənd yeridir. Bura şəhər yeri. Gəl bəri. Sağ ol bala. Hər dəfə bunu yandırıram da mən. Kənddə qəşəng yatırsan. Yemeğe bir şey olacak size. Sən? Yemeğe bir şey olacak. Yeməyə bir dəqiqə yemək sifariş ver bala amma yüngül ha, bax, yüngül. Belə yox. Çay doldurdun stola, bunu dəymədim. Yemək yüngül. Yox, lazım olsa deyəcəm qaqa. Lazım olsa çağıracağım, narahat olma. İştahım yox deyə dədəm, sən deyə. Deyirəm, indi kənddən gəlmişik. Sən get, bir iki dənə qohumundan baş çək. Mən də gedim qaynatamın yanadana, sonra deyəcək ki, kürəkən kənddən gəldim, baş çəkmədi. Hə. İncəcək dənə xasiyyətini bilirsən. Sən olursan, mən bu restoranın ortasında nə tələsəbləşdiririk? Sən hardan onların kürəkəni oldun bala? Hardan oldun? Keçən gün sən burada yeməyi sifariş verdilər. Dedilər falan şey yeyirsən. Dedin ki, yo, onu görməmişəm, bilmirəm, tanımıram, şəklinə baxım sonra. Yeməyin şəklinə baxan adam, qızı görməmiş, şəklini də belə görməmişsən. Nətər sevə bilərsən onu? Vay dədə, bu nədir? Cəmaatın üstündə bu nə şiddətli töhmətli versən ma. Bunu danışmışıq ki, bir-birimizin səhvi olanda ancaq evdə müzakirə et. Sən cəmaatın üstündə bu nimaniyə deyirsən ki, Biz elə hər şeyi evə saxlamışıq ki, bala, sən bu günə düşmüsən də. Ged onlarla danış. Hə, yox. Konkretləşdirmək lazımdır bunu. yaxşı dənə, bu nə aqressiyadır? Yaxşı danışarıq. Sən get. Tuturam mən, bunu tuturam mən. Mənə bax, sən get, onlarla danış. Hə, yox. Yekunlaşdır. Mən də çıxım gedim, bir iki dənə qonaq var. Görüm onlarla görüşə bilirəm, yoxsa yox. Gördün mü? Heç nə, yaxşı. Hesabı dənə versin dənə. Qaqa, bizim hesabı dənəmadımız. Pullaşım anı. Pullaşım. Gətirəcək, öz gətirəcək. Bax dədəm var, deyərəm. Nədir? Asparking burada xətt çəkib. Asparking yeri verəmi? Maşının var bala. Yox. Dədövün maşını var. Yox, heç mamım da yoxdur. Onda bala nəyə danışırsan? Bir maşın al, sür, sonra danış da.
Nə bir hamı danışır, mən də danışdım da. Mövzu yox idi, belə attım ortaya da sən. Ya hamının danışdığı niyə danışırsan? Maşını alandan sonra danışarsan. Konkret qaralayırsan da məni. Qaralıysan. Yox, yox, Gör yox. niyə fikir verir? Gör niyə fikir verir? Damata dədə salır da maşını, mən nə bilim. Sözdən attım. Güler sade adamlar Balam gel havası Sizi hürmetle salamlar Bax, qardaşlar mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədimi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndi mi? Hə. Əzəmətin qızım bəyənmədi. Əsas mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Nənə bax, o mən qoşqarı evləndirirsiniz. O da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdır. O da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Gəlin bəri, Qəmər, Qoşqar, sizi gətirmişəm Abşeron Ticarət Mərkəzində yerləşən kombi evinə. Deyirəm mütləq bu su filtrindən almaq lazımdır ya. Çünki bizim kəndimizin suyu çox. Çayniklərin dibi hamısı ət bağlayır. Da mən sürtməkdən onları bitər olmuşam. Gəlmişkən bu Abşeron Ticarət Mərkəzinə, bu kombi evinə, qəşəng bir dənə Türkazın su filtrindən alaq, qoşaq, qəşəng su içək də. Deyirəm Qəmər gəlmişkən, belə bir ki bu kombidir də Milan qaz. Hamı bunu tərifləyir. Bəlkə bundan bir dənə götürək. Pulumuz var bunu almağa. Şu kreditlə də verirlər də. Faiz gələcək üstünə. Faizsiz. Mən özə bunu telefonla idarə eləmək olur. Oturdum kətdə qəşəng telefonla idarə edim, yandı. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özə hələ belə boyalar deyil, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Dədə, bu da sana təriflədiyim həmin o məşhur qaysı lanç. Dədə, ümumiyyətlə bu tip restoranlarda həmişə bir problem olur. Maşın parkovkası. Burada o problem yoxdur. İstəyirsən qarşısında, sən sağında, sən solunda. Harada istəyirsən park edirsən, qəşəng dostlarla girsən içəri, istəyərsən zalda, istəyərsən biri-birindən gözəl kabinetləri var. İstəyərsən orada qəşəng deyirsən, gülürsən, əylənirsən, keyf edirsən. Dədə, nətərdir, bəyəndin qaysılancı? Əla deyil, mən əvvəldən qaysı üçün ölürəm də. Yox, qaysı demirəm, qaysılanç deyirəm. Qaysı da, qaysı. Qaysı, Qaysı. Qaysı, Qaysı. bir yerdə. Ölürəm qaysı üçün. Qaysının varinasını da sevirəm. Özünü də sevirəm. Elə buranı da sevirəm. Nış öyle. Nış. Gel havası Sizi hürmetle salamlar Bəli qardaş. Buyur. Ha. Bizim satış mağazamız bu Həsən Əliyevdə yerləşir. Düz deyirsən. Ürəyin istəyən mebellər var bizdə. O nə deməkdir?
Nə? Məktəb partaları? Heç bir problem yoxdur, elə bizdə olurdu. Hə. Gəl hansın ürəyin istəyir, sifariş elə. Heç bir problem yoxdur. Hə, cəmaət bizdən gəlir universitetə masalar alır apardı. Hə kişi. Hə. Hə, haçan istəsən elə buradayam. Satış ofisindəyəm, gəl. Gelmir sorağın sorağın Gelmezsin ay kanadım budarım Tökülen göy yarpağım yarpağım Yüreğim gözüm sen en şirin sözüm Halksan ürəyin istəsə qulluğundayam. Hə, qardaşlar mebelinə bir yerdə mən də sənin qulluğundayam. Vay, oldu, vay, sağ ol. vay, 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 vay. Vay, vay, vay. Deyirəm, bu qədər işlər görürsən. Səsin sorağın oradan buradan gəlir. Bir nəfər zəng vurub demədi ki, Qasım, sənin xalın oğlu yaxşı kişidir. Ha, bu kənd cəmaatının yanında olmaq lazımdır. Onların xeyrində, şərində iştirak eləmək lazımdır. Sən nətər adamsan? Ha, Qasım, sən yenə başladın məni danlamağa. Ha, bəsdir də. Ha, mən sənin gözünün qabağında böyüyə bilərəm, sənin paltarlarınla böyüyə bilərəm. Ha, mən həmin uşaq deyiləm. Qardaşlar, mən böyümüşəm. Bu boydana bax, bu qardaşlar mebelin yiyəsiyəm. Ha, qardaş, nə istəyirsən mənim canımla? O da nədir keçən dəfə yubileyimdə durmusan ki, rəğbət bizim uşağımızda lazım olsa onun qulağını çəkərik. Ha, mən işlər görürəm, yardımlar da eləyirəm, köməklər də eləyirəm. Ha, bu o demək deyil ki, mən o birisilə kimi verim telefonu ki, ha, məni çək qıraqda mən bu işi görürəm, məni reklam elə. Elə şey yoxdur. Onu bir mən bilirəm, bir də elədiyim o adam. Onda belədirsə, bizim bir dənə kətdə qohumumuz var. Uzaq qohum sayılır. Kişi biraz xəstədir, naxoş deyib. 2000 manat pul yığılmalıdır. Elə bir ki, kənd cəmaatından biraz yığmışam, onu biraz yarısında sən ver də. Amma nəqd yox ha, bu kötütmə yolu ilə. Bu təzə şeylər çıxıb, indi nə deyil ona, kötütmə. Hə, kartdan karta. Ay, sağ ol. Vay, sən mənə bax, belə şeylərlə gördün, mənim baba bu gözlərim üstə. O nə demək də, ölməmişəm ki. Dur, dur gedək, bəs nə? Sağ ol, gəl. Sağ ol. Hə, gəl, harada? Gedək ofisə, orada nə lazımsa denəm atım. Keç görək. Sağ ol. Eşitirsən, əyləş sən orada. Haydi. Bu dəqiqə mühasibə deyirəm, gəlir, nə qədər lazımdır, denən atsın. Eşitdin? Ha, ora mənim elim obamdır. Mən qoyaram, orada kimsə korluq çəksin. Sağ ol, Rəğbət. Burada deyibləri, elinə, gününə yanmayan bir kəs, tutalım sultandır, xandır, nə fayda. Halal olsun. Halal olsun. Halal olsun sənə. Deməli, 20 manat kənd cəmaatı yığdı verdi. 150 manat avtobusda bayaq aldım, dedim xəstəmiz var kətdə. Onlar verdi. Canım sənə üçün 500 manat rəğbət verdi. Demək olar ki, pul yığılır. Yerdə qalıb bir 500-600 manat. Onu da deyərəm, Talih müəllim versin də. Nə var ki burada? Belə də ki, deyərəm ki, ay Talih müəllim, sən o boyda Oxud Tədris Mərkəzinin direktorusan. Sən psixologsan. Canım sənə üçün yoldaşımız Rəşidə xanım uşaq psixoloqudur. O boyda direktor adamsan, 500 manat nədir ki, sən mənə verə bilmirsən, ay Talih müəllim. Belə də deyərəm ona, o da abırlı adamdır. Çıxadı verəcək, verməyəcək, belə gələn sözlərimi deyərəm, çoxlu sözlərimi deyərəm, alaram. Pul alıb sonra çıxıb gedərəm, sonra yuxular gətirib verərəm də, kişinin pulunu da. Yox, deyən, ya toparlan, bunların hamısını dinən. Oxud Tədris Mərkəzinin direktorsan, psixologsan, tanınmış adamsan, sayıla. Sən o qədər sindromlu uşaqları normal həyata qaytarmışsan. 500 manat nə puldur ki? Hazır ol, gir dinən söz bir. O Qasım kişi, xoş gördük səni, həmişə sən gələsən, necəsən? Yusifim, mən Qasım əmi ilə danışım, səninlə gələn seans görüşərik, yaxşı? Buyur, ata gözləyir səni, çox sağ ol. Əyləşim Qasım kişi? Əyləş, demək Talih müəllim. Bəli.
Bizim bir qohumumuz var, bir balaca xəstələnib. Allah şəfa versin. İndi belə pismasında kətdə olsun pul yığırıq. Biraz da yığmışıq. İndi sənə də demək ayıb olmasın, sən o puldan verməlisən. Sən niyə həyəcanlanırsan ki? Pul lazımdır, verəcəm. Yox, mən bu, biz niyə dediyim Ayt Ali müəllim. Yəni, mən bunu... Bir şey verəcəm. Necə? Verəcəm deyirəm də, nə qədər lazımdır? Yox, bu düz olmadı. Talib müəllim, mən bayaqdan çöldə bu soyuqda bunu məşq eləyirəm ki, sizə onu nə formada deyim, nə tər deyim, mən buna hazırlıq döldüm. Siz nə tərdiniz? Deyirəm ki, verəcəm, narahat olma. O sənin hazırlığına psixologiyada indirect request deyirlər, dolayı tələb. Sözünü birbaşa deyə bilməyən də arxada səhnə qurursan, belə deyirsən, belə deyirsən. İndi mən bayaqdan o məşq eləyirdim, indicate raqs nədir, ondan eləyirdim orada. O getdi işinə. Getdi işinə. Hayf o mənim əziyyətimlə. Qasım kişi. Bayaqdan çöldə özümlə dava eləyirəm. Hiss eləmişəm. Sən unutma ki, mən Amerikan Psixologiya Assosiasiyasının üzvüyəm. Mən insanın üzünə baxanda bilirəm. Adətən bu metoddan fırıldaqçılar istifadə edirlər. İraq olsun. Qarşı tərəfi xilaskar kimi göstərir Bəli. ki, lazım olan tələbi emosional baskı ilə eləsin deyə. Amma sən çox səmimi insansan. Bir də Qasım kişi, aramızda səmimiyyət var. Bunun ehtiyac yoxdur. Sözünü birbaşa dinə. Səhnəni orada yox, burada qur. İndi o... Getdi. Nə qədər lazım kartı deyim. Kart belə çıxmasın, mən sənə kart deyim orada, Qoşqarın kartı. Baş üstə, baş üstə. Nə qədər atmalıyam? Dişlərinin içidəndir, dəndirin içidəndir. Dişlərinin içidəndir. 5 də gəldi karta. Dədəm dayanmırdan işləyir. Görən bu işçilər bilir ki, mən Azad müəllimin kürəkəniyəm. Onların müdürüyəm. Başlarının üstündə duranıyam. Yox, bilmirlər. O bilsə bu dəqiqə özünü yığışdırar, bax. O mənim səsimdən, zəhmimdən bilməli ki, mən buradayam. O dəqiqə mənə yol verər, bax burada. Yalandan deyər ki, müəllim, sizsiz bir günümüz olmasın, yəni ayın bu ayın. Görün, saqqal nağar neynir, haradadır. Nəysə. Oğul bana, sanırım, yaxınca görüm. Nə qarsan burada, işləyirsən mi? Bəli, işləyirəm. Nə qarsan burada, sənin işin adı nədir burada? İzənin yeni nəşrlərini ofisat mağazalarına göndərirəm. Elə mi? Bəli. Səni mənim gözüm tutdu. Mən gələn gündən görürəm ki, sən burada xüsusi zəng qoyursan. Ona görə də sənin incilər xəttinə dən otur, denən ki, mən Qoşqarın dostuyam. Eşdin? Sən bu ərki verirəm mən, denəm. Yaxşı? Oldu, oldu. Ay, sor. Belə həmişə belə qarşı belə diqqət ver. Yaxşı, yaxşı. Oğul bala, oğul bala. Maşallah, maşallah. Salam bölüş. Sağ olun. Yorulmasan oğul. Sağ olun. Yorulmasan. Yaxşıdır, ciddiyyətin xoşuma gəldi. Yaxşıdır. Ümumiyyətlə, müdür qarşısında insan ciddi olmalıdır. Ay, sağ ol. Yaxşıdır. Nədir bu belə? Yeni gələn Quick sorağımızı bizim. Hə. Yox, əslində həyəcanlı olmağın yaxşı şeydir. Nəyə görə? Çünki bilirsən kimin qarşındasan. Ay, sonra dilin zadını topuq vurur. Ev yox, ev yox, ev yox. Görməzdən gələrəm. Ha, buyur, məlumat veriyorum oğlum bundan var. Mən bu 2200 sorma güclə mal işdir. Səssiz işləyir. 5 litr toz tutumu var. Əlavə hələ burada bunun belə bir yer də var. Başlıqlar qoyublar. O başlığın dəyişməsində. Aydındır. Bunun belə burada da var. Burada fırlanıb, buradan idarə etmək olur hələ. Əla. Yeni gəlib bu məhsulumuz. Yaxşıdır. Satış zat yerində da eləmi? Şükür. Mən qarışmıram da, hələ bu işlərə qarışmıram. Sənə tapşıram bu işləri. Narahat olma. Sən də gözün tutu, sən yaxşısan. Biraz həyəcanlısan, amma yaxşısan. Sağ ol. Xətrinə də dəyan olsa burada, içi belə Adat müəllim belə olsa, deyirən ki, mənim dostumsan. Yaxşı? Bizə çarma. Özləri biləcəklər. Mən üzr istəyirəm. Siz kimsiz? Mən sorsan da yəqin ki. Mən Qoşqaram. Qoşqar kimdir? Mənəm də nə Qoşqar. İndi çox dərinə getmə. İndi mən sənə o fikirlərimi dəyişdirmədən, hə? Başa düşdünmü? Mən hələ sənə qanım qaynayır. Sən onlara denən kimdir, Qoşqar özləri bilir. Eşitdin? Oldu. Az sor. Ciddiyyətə qoruya xahiş edirəm. Aşkın adına gül verirsən, belə şeylər mən götürmürəm, ha deyim sənə. Zəng gəlir. Sən ala danış. Yox, mən. Zaravat edirəm. Alo. Bəli. Bəli. Mənim kartımda. Aha.
Hay. Müdaxilə var. Nətər mənim kartıma müdaxilə var? Heç nədən ha, indi 5-10 manat kartda pul var da ha, heç nə. İndi işimiz var da. Nə qırmaq lazımdır qardaş, biz deyilən biz eləyətdən gec olmamış. Nətər? Aha, kod gəlməli deyil mi? Mən sizə deməliyəm. Ha, bir dəqiqə gözlə qardaş, bir dəqiqə gözlə, xəttə gözlə. 94-19. Aha. Bunu eşitmə demirəm, aydındır. Ona xahişim var, siz də eşitmə demin, yaxşı mı? Ha, sor. Aha. Bəli, SMS gəlməlidir. Gəldi qardaş, gəldi. Aha. Oldu, o. Burada görə deyirəm qardaş, mən ümumiyyətlə belə... Hadi bu bir deyəm. Sözüm deyəmədim ya. Mamadan işdim qaldım. İndi baxaq görək, kartımda nə qədər pul vardı, ha? Müdaxilə edirlər. Yaxşı ki, bankdan mənim tez xəbərdarlıq elədilər. 2000 pul olmalıdır. Nə var? Səndə aşkı var da, sən daha yaxşı görürsən. Burada elə belə prostırma, elə belə gördüyünü madənən. Burada nə qədər yazılır? 0 manat. 0 bala? 0 manat. 0 manat? Dəqiq deyil mi? Dəqiq deyil. Nə olacaq indi bunun axırı? Sən də bir dəqiq batana, gör bir dəqiq. Valla 0'dır. Evim yıkıldı. Müəllim, evim yıkıldı. Hay, ya bir dəqiqədən görüm. Gəl nə eləşir? Hə, harada eləşir? Ben tosuna oturacağım da, görüm. Mən haran daşın salın başıma, haran külün çəpin başıma. Yekə kişisi sən heç bilirsən nə vermişsən? Uşaq sən elə bir, o puldan müğayət ol da, o boyda səhv eləyərlər. Dillən də, danış da. Nə deyim ya dedəm? Qalmışam belə. Nə deyim də demə? Hələ dilin də var, dillənirsən. Özün dedin lan, dillənmən yazım. Mızıldama. Mızıldanmıram ya, yəni... Mızıldama sözünü də demə. Ürəyində də demə. Düşkə baxma. Gələyini sanmaz. Düşkə baxma. Yekə kişisən, o qədər pulu mən indi hardan tapacam? Elə bu uşaqdır. Bu pullarından müğayət ol da. Mızıldama. Gələndən uşağı gözüm çıxdıya salıb, ta bəsdir də, bildik. Öyle dedim, ben demirəm o qəst eləmişəm. Deyib, iş quracam, onu qaytaracam da, sən də. Bildin mi? Ay bala, sən uşaq deyilsən ki. Bu saflığı sən kimdən öyrəmsən? Bax, balaz uşaq səni anladır. Yaxşı, birdən bu dadaşa əməliyyat lazım olacaq, ha? O nətər eləyək? Onun pulu kim verəcək? O dadaşa nəsə olsa, onun başına problem gəlsə, mən nə səni bağışlayacam, nə də özümü bağışlayacam. Qaytaracam da, söz verirəm, qaytaracam. Biraz mənə vaxt verib, başqa işini istəmirəm səndən. Mən sənə vaxt verdim. Mən sənə vaxt verdim. Get həkimin yanına, düzüyü qoy yerə, yalvar, yaxar, denən bunu əməliyyat elə. Xeyr ola. Xeyr ola, mənim uşağım kiminsə qabağında dizini yerə qoymalıdır. O nədir mənim uşağımı öyrədirsən? Ala bunu, ala apar ver. Mən imkan vermərəm ki, mənim uşağım kiminsə qabağında dizini yerə atsın. Ana, çox sağ ol, ana. Mən bir ömür vicdan azabından qurtardın, qadın aldım. Qadın alaram səni, iş qoyaram mı sən vicdan azabı çəkəsən? Lazım gəlsə ana balası üçün ürəyin də verər. Apar ver. Qəmər. Apar ver, heç nə də demə. Uşağımın da üstünə düşmə. Qoşu, maman qurban, get biraz istirahət elə. Səni də çox sıxdı bu gün dədə. Abla, biraz belə diribaş ol da, biraz göz açıq ol da, yaxşı? Nərəm, safam, mən... Amma indən sonra göz açıq olacaq, mən atom, hər şeylə maraqlanacaq. Ki, çox da laf göz açıq olmadı, deməsin də ki, Türkiye'dir. Belə orta, balans. Hə, yaxşı. Apar ver. Yaxşı, mən gedim uzanım. Sən də... Yaxşı. Qadın olaram da ürəyimi sıxma. Ürəyimi sıxmıyor, özgəsi vaxt.
kimisə qəlbinə dəyəndə, kimisə xətrinə dəyəndə deyir, üzr istəməyə də bacar. Bayaqdan 50 dəfə xətrimə dəydi, bir dəfə demədi ki, bala, üzrü bil. Dədən səndən üzr istədi qoşu. Har deyir, istədi, mən onu istəmədim. Və onun əlini sənin kürəyinə vurmağı nə idi? O elə atanın baladan üzürüdür də. Həm də yəni ki, mən sənin arxandayam. Bildim yəni, mən boynum arılanlara deyirəm, səhv eləmişim. Nə var, mən də safam, mən hamı inanıram. Neyini? Olma da bala. Zəmanə başqa zəmanədir. İndi hər şey dəyişib. İndi saf adamlara maymaq kimi baxırlar. Dürüst adamlara zəif kimi baxırlar, yuxarıdan aşağı baxırlar. O ataların bir sözü var, deyir, əgər birinci dəfə palçığa girirsənsə, bu sənin səhvin deyil. Amma ikinci dəfə girirsənsə palçığa, bu sənin səhvindir. Mən demirəm, pis adam ol qoşu, yaxşı adam ol, amma ayıq ol, göz açıq ol, kör-körənə yox. Dürüst ol, amma heç vaxt özünü əzdirmə. Çünki indiki zamanədə dürüstlüyü zəiflik bilənlər çoxdur. Səni əzməyə çalışanlar çox olacaq. Ona görə də bala, göz açıq ol, çox da saf olma. Çox saf olmaq elə bir növ axmaqlıq əlamətidir. Yaxşı, sonra ancaq göz açıq olacaq. Hiç mi eləməyəcəm? Dur, get atavı qucaqla. Dur. Qucaqlı nə deməyim? Heç zat demə. Elə sən onu qucaqlasan, o başa düşəcək ki, sən onu başa düşmüsən. Dur, get. Mən deyirəm, yatıb eləyər. Hara yatar? Rahat eləyərəm. O indi ürəyinə salıb fikir eləyir. Get qucaqla onu. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövdür, çətinə düşürlər hər hərəkətdə. Hər həftə olurlar olar şəhərdə, yerləri yoxdur nə göydə nə yerdə. Qəribə bəlalar çəksə də başları, həmişə gülüş var bu üç nəfərdə. Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Mənşət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch.